Salam. Geçen videoda ölçü vaatləri haqqında qısa izah vermişdik. Misallara da baxdıq. Bugün də qarışıq çevirmələrə baxaq. Qarışıq çevirmələr də olduqca rahatdır və həm də maraqlıdır. Bu cür misalları işləyən zaman həmişə ölçü cədvəlimizi çəkib göz önündə qoymalıyıq. Çünki bu cədvəl ölçü vahidləri arasında bir növ yol bələdçisi rolunu oynayır. Belə düşünün. Yəni bizi çatmağa qoymur. Onsuz da zaman keçdikcə o qədər çəkəcəksiniz və gözünüz o qədər baxacaq ki, beyninizdə avtomatik canlanacaq. Bir müddətdən sonra heç çəkməyə ehtiyac olmayacaq. Və zaman keçdikcə bu misalları öz üzərinizdə o qədər işləyəcəksiniz ki, çox asan gələcək. Çünki asan həqiqətən. 3072 megabit neçə kilobaytdır? 3072-ni olduğu kimi saxlayıram. Və baxın, megabit yazılan hissədə təsəvvür edin ki, mega ilə biti belə ayırdım. Kilobayt yazılan hissədə də kilo ilə baytı belə ayırıram. Başa düşmək üçün belə yazıram. Və iki hissədən gedəcəm. Baxın, birinci, megadan kiloya gəlirəm. Cədvəldə də baxın, megabaytdan kilobayta gəlmək üçün mən belə gəlməliyəm, sağdan sola. Yəni, böyükdən kiçiyə gəlirəm. Bu 2V qaydasından istifadə edəcəm, vuracam. Aralarındakı bu 1024-ə. Bundan qurtardım. İndi keçirəm bitdən bayta. Bitdən bayta. Kiçikdən böyüyə. Böləcəm. 2B qaydası. Böləcəm bitlə bayt arasında olan 8-ə. Və salam, misalımı əldə edəcəm. 3072, 3 vurulsun 1024 deməkdir. 3 vurulsun 1024-də 3 vurulsun 210 şəklində yaza bilirəm. Bu 1024-də 210 yazıram. Bu 8-də 203 yazıram. 203, 210 ilə ixtisar gedir. Burada qalır. 207. 3 vurulsun 217 kilobayt. Ölçü vahidində mütləq şəkildə yanında yazıram. Başqa bir misal yazaq. 1,6 kilobit neçə kilobaytdır? Olsun belə. Bunu da təsəvvür edin ki, belə bölürük. Mərhələli gedirik. Kilodan kiloya. Qdan qya heç nə dəyişmədi. Eləyəcəyim bir şey yoxdur. Bitdən gəldim bayta. Kiçikdən böyüyə böləcəm. Aralarındakı bu 8-ə. 1,6-nı da 8-ə böləndə 0,2. 0,2 kilobayt. Sonra belə bir şey yazaq. 12 terabit neçə terabaytdır? T'dən T'yə heç nə dəyişmədi. Bitdən də gəldim bayta. Kiçikdən böyüyə gəldim. Deməli, böləcəm. Aralarındakı 8 ədədinə. 12-ni də 8-ə böləndə 1,5. Əgər desəydik ki, 12 terabayt neçə terabitdir, onda belə olardı. Yenə, teradan teraya heç nə dəyişmədi. Hərflər eynidir. Baytdan gəlirəm bitə. Böyükdən kiçiyə keçirəm, vururam. 12-ni vuracaqdım 8-ə. O da 96 terabit. Burada da ölçü vaidini yadımdan çıxartmışam. Yaddan çıxartmaq olmaz. Başqa bir misal yazaq. 0,5 kilobit neçə bitdir? Bizim belə ölçü vahidi, ölçü cədvəlimiz də var. Bit, kilobit, megabit, gigabit, terabit. Bayt iştirak eləmir burada. Burada artıq hər oxun üzərinə 1024 yazılır. Burada 8 yoxdur. Burada 2 nüans yoxdur. 1, 8 yoxdur oxların üzərində. Bir də bayt iştirak eləmir. Başqa bir cədvəlimiz yox. Qorxmayın.
İndi kilobitdən bitə keçmək üçün baxın cədvələ. Kilobit burada, bit də burada. Deməli, böyükdən kiçiyə gəlirəm. Böyükdən kiçiyə gəlirəmsə, B, Q, V qaydasını istifadə edəcəm. 0,5-i vuracam 1024-ə. Çünki oxun üzərində 1024 yazılır. 0,5 0,5 deməkdir belə. Bu 10-la 5 ixtisar gedir. Burada qalır 2-də 1. Hansısa ədədi 2-də 1-ə vurmaq ya da 0,5-ə vurmaq onu yarıya bölmək deməkdir. 2-də 1-i 1024-ə vurmaq elə onu yarıya bölmək demək. 512 bit. Amma belə yazsaydı 2048 bit neçə kilobitdir? Bitdən kilobitə gələcəkdim. Bu dəfə kiçikdən böyüyə gələcəkdim. Onda bölməliydim. Yenə bu 1024-ə böləcəkdim. 2048-i böləcəm 1024-ə olacaq 2 kilobit. Düşünürəm ki, misallar aydın oldu. Əgər aydın oldusa, indi qaldı öz üzərinizdə çoxlu belə misallar işləmək. Hələlik yenə görüşərik.